Hallo Leute, heute lernen wir das deutsche Alphabet und wie man die Buchstaben richtig ausspricht. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z, E, Ö, Ü, Doppel-S oder auch scharfes S. Nach dem Alphabet lernen wir jetzt häufige Buchstabenkombinationen und ihre Aussprache. EI, EY, AI, AY birlikte ay sesini verir. Breit, Speyer, Seite, Bayern. I kısa i sesini verir. Ich, İrland, Irish, Eagle. İH, İE, İEH birlikte uzun i sesini verir. İ'nin anbieten, ziehen. EU, EU birlikte oy sesini verir. Fräulein, Freude. AU, AU sesini verir. Haus. SCH ş sesini verir. Schule. ST ş sesini verir. Stunde. SP ş sesini verir. Sport. TSCH S sesini verir. Tschüss. TION Sion sesini verir. Informasyon. ER A sesini verir. Pulova. K sesini verir. Yake. P F sesini verir. Fizik. Kof. H hem G sesini hem H sesini verir. Əgər özündən əvvəl A, I, O, U saitləri gələrsə, G səsini bu. Əgər özündən əvvəl E, I, Ö, Ü saitlər gələrsə, H səsini verir. Ich. Daha çox videolar üçün abunə olmağı, bəyənməyi, rəy yazmağı və Alman dili öyrənən bütün dostlarınızla paylaşmağı unutmayın. Sevgi ilə qalın. Tschüss.